Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən məlumat təsdiq ediblər. Məlumata görə Fərid Usubov korrupsiyaya qarşı mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Fərid Usubov uzun illər xüsusi dövlət mühafizə xidməti rəisinin müavini işləmiş, general-leytenant Cəbrayıl Usubovun oğludur. Bundan başqa, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub. APA'nın əldə etdiyi məlumata görə Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 206.4-cü, yəni qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə 213-1.2.2, 213-1.2.3-cü, yəni aksız markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlanma ilə nişanlanmalı olan malları nişanlamadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə 308.2, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan olunub. İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir. Ümumilikdə 6 nəfər vəzifəli şəxsin bir sıra cinayətlərdə, o cümlədən qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğu barədə məlumatlar var. Onu da əlavə edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.